Birinci sahənin hər hektarından 20 sentner, ikinci sahənin hər hektarından 25 sentner, üçüncü sahənin hər hektarından 15 sentner pomidor yığılaraq 10 kiloqramlıq yeşiklərə doldurulmuş və ambara daşınmışdır. Ambara daşınmış yeşiklərin ümumi sayını tapın. Hər hektarından 20 sentner yığılıbsa birincinin, deməli 24 vurulsun 20 hesablayırıq. 24 vur 20. Üstəgəl, ikinci sahənin hər hektarından 25-dir, deməli 20 vur 25. Üstəgəl, üçüncüdən də 36 vurulsun 15. Və bu sentnerlə verilib, əlbəttə ki, kiloqrama keçmək üçün 100-ə vurmaq lazımdır. Əvvəl hesablayaq, görək nə qədər eləyir. Deməli 24, 25, 49 vur 20. 980 sentner. Üstə gəlsin, 36-nı 15-ə vursaq, deməli 2-yə vursaq 30, 18, 540. 540 sentner də budur. Toplam 0, 2, bir də yadda 15. 1520 sentner. 1520 sentneri də kiloqrama çevirsək, 100-ə vurmalıyıq. Deməli 152.000 kiloqram alırıq. 152.000 kiloqramı da 10 kiloqramlıq yeşiklərə doldursaq, bu zaman 152.000 bölünsün 10 alarıq 15.200 yeşik.